Təsəvvür edin, böyük bir kənd təsərrüfatı sahəsinin, traktorların və aqrar laboratoriyaların logistikasını idarə edən şəxsə birdən-birə mürəkkəb texnoloji server otaqlarının açarlarını verirlər. Qəribə səslənir, elə deyilmi? Aha, doğrudan da qəribədir. İlk baxışdan adamı təəccübləndirir. Salam. Bugün sizinlə birlikdə qısa, amma pərdə arxası çox fərqli bir mətləbdən xəbər verən rəsmi bir təyinatı təhlil edəcəyik. Mənbəmiz Milli Azın Qafqazinfoya istinadən yaydığı məlumatdır. Çox qısa bir xəbər olsa da, yəni müzakirə etməyə dəyər məqamları var. Düzdür. Missiyamız isə Azərbaycanın ali təhsil sektorundakı bu kadr dəyişikliyinin əslində hansı müasir idarəetmə fəlsəfəsinə əsaslandığını anlamaqdır. Yaxşı, gəlin bunu aydınlaşdıraq. Söhbət cəmi 2 cümləlik bir xəbərdən gedir, amma bilirsən o cümlələrin arxasında ali təhsilin artıq necə böyük bir logistik korporasiyaya çevrildiyi gerçəkliyi dayanır. Xəbər budur. Ramin Hüseynağa oğlu Əliyev Azərbaycan Texnologiya Universitetinə, yəni qısaca ATU-ya, ümumi işlər üzrə prorektor təyin edilib. Çox məsuliyyətli bir postdur. Ay sağ ol. Mən bu vəzifəyə həmişə böyük bir şirkətin əməliyyat üzrə direktoru, yəni CEO-su kimi baxıram. Bina, büdcə, təhlükəsizlik, təchizat bir növ onun boynundadır. Amma əsl maraqlı məqam da elə buradadır. Bəli, çünki təcrübəsinin haradan gəldiyi önəmlidir. Tamamilə razıyam. O, bu vəzifəyə Azərbaycan Dövlət Aqrar Universitetindən, ADAV-dan gəlir. Orada da tam eyni postu tutub. Yəni, torpaqdan gübrədən birbaşa texnologiyaya keçid edib. Niyə məhz Texnologiya Universiteti, kənd təsərrüfatı üzrə ixtisaslaşmış bir qurumun əməliyyat rəhbərini işə götürsün ki? Burada ən diqqət çəkən məqam odur ki, müasir dövrdə bu cür ixtisaslaşmış universitetlər sadəcə tədris binaları deyil, onlar artıq nəhəng resurs mərkəzləridir. Aha, yəni infrastruktur baxımından böyüyüblər? Tam olaraq. Burada məsələ kiminsə sadəcə vəzifədə yüksəlməsi deyil. O, eyni vəzifəni tamamilə fərqli bir oyunda oynamağa gedib. Və bu bizə göstərir ki, qurumlar üçün dar sahə ekspertizası artıq arxa plana keçir. Əsas məsələ idarə etmədir yəni. Dəqiq. İndi əsas məsələ böhranları və resursları idarə edə bilməkdir. Bir dəqiqə, dayanın. Axı, kənd təsərrüfatı avadanlıqlarının tenderini keçirməklə mürəkkəb IT serverlərini almaq tamamilə fərqli risklər və spesifik biliklər tələb etmirmi? Bax, çox yerində verilmiş sualdır. Amma xeyr, o, IT serverlərinin detallarını bilmək məcburiyyətində deyil. Bəs işlər necə gedir o zaman? Əməliyyatların idarə edilməsi mexanizmi əslində belə işləyir. Texniki detalları və spesifikasiyaları kafedra müdürləri və mühəndislər verir. Prorektorun işi isə həmin satın alma zəncirinin şəffaflığını təmin etmək və büdcəni düzgün bölüşdürməkdir. Aha, yəni sistemi ayaqda tutmaq. Bəli, infrastrukturu işlək vəziyyətdə saxlamaqdır. Bunu kompüterin və ya smartfonun əməliyyat sistemi, yəni OS kimi düşünün. Başa düşdüm. Yəni donanım, hardver dəyişir, kənd təsərrüfatından texnologiyaya keçir, amma OS, yəni idarə etmə prinsipləri, logistika və büdcə alqoritmləri eyni qalır. Çox dəqiq bənzətmədir. Tam olaraq belədir. Təsərrüfat yönümlü rəhbər olmaq o deməkdir ki, sən o mürəkkəb təchizat şəbəkələrini, bürokratiyanı və force-major halları idarə etməyi bilirsən. Yəni problemin növü fərq etmir. Ay sağ ol. Qışda isitmə sistemi istər istixanada xarab olsun, istərsə də server otağında problemin həlli mexanizmi eynidir. Padratçılarla iş, büdcədən təcili vəsait ayrılması, yəni hamısı eyni idarəmə protokolları ilə həll edilir. Bu baxımdan yanaşanda hər şey öz yerinə oturur həqiqətən. Bəs bütün bunlar bizi dinləyən sizin üçün niyə önəmlidir? Çünki təcrübə transferi hər yerdə var. Düzdür. Bəlkə nə vaxtsa siz özünüz də karyeranızda tam fərqli bir sferaya keçid etmisiniz və ya edəcəksiniz. Çox vaxt bizə yad olan sənayələr bizi qorxudur. Təbii ki, insan bilmədiyi yerdən çəkinir. Amma əslində təməl iş prinsiplərinizin, problemləri həll etmə qabiliyyətinizin, fərqli mühitlərdə də necə keçərli olduğunu bilmək böyük üstünlükdür. Beyninizdəki o əməliyyat sisteminin necə universal işlədiyini anlamaq insana doğrudan da özgüvən verir. Çox gözəl vurğuladınız. Ancaq bu keçid heç də həmişə risksiz olmur və bu məqam bizi çox maraqlı, açıq bir sualla baş-başa buraxır. O hansı sualdır?
Təsəvvür edin, geniş əkin sahələrinə, fəsillərdən asılı olan təbii ritmlərə və ağır aqrar logistikaya uyğunlaşmış bir menecer beyni var. Aha, Çalışmaq fərqli bir qurumda tamamilə fərqli böhranlarla üzləşmək deməkdirmi? wow, bax bu həqiqətən də üzərində düşünülməli məsələdir. Təbiətin o ağır ritmi ilə texnologiyanın ildırım sürəti arasında qalan o idarə etmə fərqi. Bəli, torpaqdan serverlərə uzanan bu yolda sistemin hardasa axsaması mümkündürmü? Bu böyük sualdır. Doğrudan da. Hörmətli dinləyicilər, özünüz də bu sualı bir düşünün. Fərqli dünyaların toqquşması həmişə yeni dərslər verir. Bu günlük dərin təhlilimizdən bu qədər. Bizi dinlədiyiniz üçün təşəkkürlər.